Mən İlham Nuri. Dinləyən hər kəs salamlayıram. Daha əvvəl Tanrı anlayışına dəyinəndə insanlığa rəhbərlik üçün gəlmiş varlıqlar olduğunu demişdim sizə. Ancaq bu, üst boyut varlıqların hamısının sadəcə belə məqsədlə gəldiyi anlamına gəlməz. İndi digər boyut varlıqları haqqında biraz daha məlumat paylaşmağın zamanı gəlib. Biz üçüncü boyut varlıqlarıyıq, ya da ən azından bir neçə il əvvələ qədər böyük çoxluq belə idi. Bizdən əlavə 4, 5 və 6-cı boyut varlıqlar da var. Onlar arasında həm müsbət, həm də mənfi varlıqlar var. Belə ayrım həm doğru, həm də yanlışdır. Ona görə doğrudur ki, hər iki tərəfində seçim xətti başqadır. Müsbət varlıqlar digərlərinə yardım etməyi istərkən, mənfi varlıqlar mən mərkəzlidir və başqalarının sadəcə ona xidmət etməsini istəyir. Əlbəttə, bu dediyim tərif əskik ola bilər, ancaq onları müsbət və mənfiyə ayırmağın ona görə yanlış olduğunu düşünürəm ki, seçim yolu nə olursa olsun, hər birimizin gəldiyi və geri dönəcəyi yer yaradandır. Mənfi varlıqlar aşağı enerji frekansında titreşdiyi üçün insanları təsir altında saxlamağa görə onları da aşağı frekansda tutmağa məcburdur. Çünki frekansını artıran bir insan fərqində olar. Fərqində olan insan sorğulayar. Sorğulayan insan oyanar. Oyanan insanı isə əsarətdə saxlaya bilməzsən. Ya frekansını yenidən düşürməlisən ki, onu təsir altında saxlamağa davam edəsən. Ya da sənin qurduğun sistemdə daha çox insanı oyandırmasın deyə onu aradan qaldırmalısan. Əvvəlki videoların birində dünyanın alacaqaranlıq dönəmində olduğunu demişdim. Bu dönəm ilərlədikcə negativ və mənfi varlıqlar dünyanın həm idarəsindən, həm də çevrəsindən uzaqlaşacaq. Hətta dünyanın idarəsindən uzaqlaşacaq varlıqlar uzaqlaşacaqları gəmini belə inşa etməyə başladıqlarını açıqladılar. 52 kilometr, içində özünün atmosferi, yerçəkim qüvvəsi, hətta meşəsi belə var. Bu sizə tanış gəldi? Bu məlumat NASA'nın axtarsanız da elə asan qarşınıza çıxmayacaq xəbərlərindən birindəndir. Dünya aydınlıq dönəmə yaxınlaşdıqca dünya ilə uyum içində olanlar unutduqları yetenəklərini xatırlamağa və istifadə etməyə başlayacaq. Müsbət varlıqlar ya da işıq işçiləri negativ varlıqlara rəğmən sizləri o zamana hazırlamaq istəyir. Dinlədiyiniz üçün təşəkkürlər.